Endometrioz nədir? Bununla hamilə qalmaq mümkündürmü? İzləyicimizdən belə bir sual var. Endometrioz uşaqlığın daxili qatının, endometriya qatının uşaqlıqdan kənar yerləşməsidir. Yəni borularda, qarın boşluğunda, yumurtalıq üzərində, çanaq peritonunda, həmçinin qarın peritonunda yerləşməsinə deyilir və bu zamanla problemlərə gətirib çıxarır. Belə ki, hər menstruasiya dönəmində endometriya qatı qalınlaşdığı kimi bu endometrioz ocaqlarında da qanlanma baş verir və bu zamanla endometrioz ocaqlarının olduğu yerlərdə bitişmələrə gətirib çıxarır. Nəticədə bu da qarındaxili bitişmələr, boru keçməməzliyi kimi problemlər yaradır. Yəni endometriozu olan xəstələrdə sonsuzluğun əsas iki səbəblə baş verməsi mümkündür. Bunlardan biri həmin o endometriozun yumurtalıqda inkişafı, şokolad kistlərinin əmələ gəlməsidir. Bu da zamanla yumurtalıq ehtiyatının, rezervinin azalmasına gətirib çıxarır. Və ikinci səbəb isə endometrioz səbəbilə boru keçiriciliyi pozulur və nəticədə bu da sonsuzluğa gətirib çıxarır. Ona görə də endometrioz diaqnozu qoyulmuş xəstələr və yaxud da ki, yumurtalığında şokolad kistası olan xəstələrdə mütləq boru keçiriciliyi yoxlanılmalıdır. Bir də yumurtalıqların rezervi dəyərləndirilməlidir.